Salam və vaxtınız xeyir olsun. Əvəzi mövzusunu izahını yerləşdirdik. Deməli, əvəzlikdə əvəzi mövzusunda. Bilirsiniz ki, əvəzi ümumi qrammatik mənası yoxdur. Niyə? Var, ismin ümumi qrammatik mənası əşyanı bir adlandırmaqdır. Sifətin ümumi qrammatik mənası əşyanın əlamətini, keyfiyyətini bildirməkdir. Əvəzi hansının hissəsini əvəz edirsə, onda qrammatik mənasını daşımış olur. Deməli, nitq hissələri içərisində isimləşmə xüsusiyyətinə bağlı bir məqamatda oxunum. İsimləşmə xüsusiyyəti hansılara aiddir? Sifətə aiddir, sayı aiddir, zərfə aiddir ki, bunlar isimləşmiş olur. Əvəzlikdə ikili vəziyyət var. İsimləşə də bilər, isimləşməyə də bilər. Diqqətiniz burada olsun, vacib məqamı çıxarız. Əvəzlikdə isimləşmə vəziyyəti ola da bilər, olmaya da bilər. Vacib məqam budur ki, deməli, əvəzlikdə isimləşmə vəziyyəti hansı vəziyyəti götürəcəksən? Əgər təyin funksiyasını yerinə yetirən hər hansısa bir əvəzi İsmail buna qrammatik şəkilsini qəbul edir, təyin olmuyorsa, sən onu isimləşmə götürəcəksən. Məsələn, deyirəm ki, bizdə kitab var cümləsində, sən burada bizdə sözündə isimləşmə götürə bilmərsən. Çünki biz əvəzliyi bu şəkildə, yəni başlanğıc formasında bu şəkildə kökdən ibarət olma vəziyyətində təyin kimi çıxış edə bilmirsən. Ona qrammatik şəkil çağırtırsansa, bu isimləşmə hesab olunmuş olmayacaq. Amma məsələn, götürək ki, bu əvəzi şərə əvəzi təyin kimi çıxış edir. Sən ona qrammatik şəkil çağırtırsan, məsələn, bundan desən, artıq bunu isimləşmə kimi götürəcəksən. Yəni, isimləşmə təyin funksiyası yerinə yetirə biləcək vəziyyətlərə aiddir ki, təyin funksiyası yerinə yetirmirsə, sən onu isimləşmə kimi götürə bilərsən. Əvəzlikdə, deməli... Bizdə sözünü başa düşməliyik. Necə? Niyə isimləşmə götürməliyik? Hansını? Bizdə sözünü isimləşmə. Çünki bizdə sözündə şəxs əvəzlikdə onun İsmail olan xüsusiyyəti var. Yəni, onun sizə İsmail olan xüsusiyyəti H şəkilsi qəbul etməsidir. Onda şəxs əvəzliyi H şəkilsi qəbul edir, isimləşmiş sayılır. Yox, qətiyyən. Sayıcı olaraq yenə deyirəm, var, mahiyyətlə ibarətdir. Təyin funksiyası yerinə yetirməsə, onlar olsun ki, məndə, səndə və fərqi yoxdur. Təyin funksiyası yerinə yetirmə vəziyyətləri ki var, onlar qrammatik şəkilsi qəbul edəndə isimləşməsi olunmuş olmayacaq. Yəni, şəxs əvəzliklərində istisna hal var ki, bizim vəzifəsinin sözü, normalda İsmail olan qrammatik şəkilsi qəbul edəndə, belədiyində təyin funksiyası yerinə yetirmiş olmayacaq. Bu istisna haldır ki, İsmail olan qrammatik şəkilsi qəbul edərək təyin vəziyyəsinə çıxış edir. Onda isimləşmiş olur. Yox, bu isimləşmə demək deyil. Bizim kitabla həsb. Bax, isimləşmə nədir? Təyin funksiyası itirməkdir. Bizim vəzifəsinin sözləri təyin funksiyası yerinə yetirir, heç bunda da isimləşmə götürə bilmirsən. Keçdi nəyə əvəzlikdə? Deməli, birinci şair əvəzlərində o, bu, elə, belə, həmin əvəzlərin izahına toxunacaq. Deməli, əvəzliyin morfoloji dəyişikliyə məruz qalması deyilən bir anlayış var. Morfoloji dəyişikliyi nədir? Ümumiyyətlə, deməli, formaca dəyişmənə morfoloji dəyişiklik eyni anlayışdır. Yəni, qrammatik şəkilsi qəbul etməsidir. Yəni, məsələn, söz formaca dəyişir və ya söz morfoloji cəhətdən dəyişir. Bu nə deməkdir? Qrammatik şəkilsi artırıbsansa, formaca və ya morfoloji cəhətdən dəyişmə hesab olunmuş olacaq. Deməli, həmin əvəzi İsmail olan heç bir qrammatik şəkilsi qəbul etmir. Həmin, burada həmən sözdə var. Həmən sözünə bağlı da toxunacaq. Həmin sözü deməli heç bir qrammatik şəkilsi qəbul etmir və cümlədə yalnız təyin vəzifəsinə çıxış etmiş olur. Həmən sözü həm işarə vəzi kimi çıxış etmiş olur, həm də zaman zərfi kimi çıxış edir. Həmən bura gəl, Türkiyə türkçəsində işlədilir, amma bizim lüğətdə də verilir. Həmən bura gəl vəziyyətində bu zaman zərfi kimi çıxış etmiş olur, yəni əvəzli kimi götürə bilməyəcəksən. Deməli, birinci burada elə-belə vəzifələrinə toxunmuş olacaq. Elə-belə sözün ilk hissəsi baxımından dəfələrlə demişik, yenə deyək. Elə-belə sözün ilk hissəsi baxımından iki ilk hissəsi kimi çıxış edə bilər. Bir əvəzli ola bilər, bir də nə olar? Ədad kimi çıxış edə bilər. Sən bunu zərf və sifət kimi götürə bilmərsən, yəni zərf və sifət qəti şəkildə olmur. Sayıc olaraq, əvəzli olaraq zərfi və sifəti əvəz etmə vəziyyəti var. Sən onu zərf və sifət kimi götürə bilməyəcəksən. Yəni, cəmi iki ilk hissəsi olur, əvəzli və ədad. Məsələn, deyirəm ki, elə danışma, belə danış və yaxud da ki, elə insanlar. Burada elə sözü, belə insanlar. Burada elə belə sözü hansı hissəsidir? Bir mənalı olaraq götürəcəksən əvəzlik. Baxmayaraq ki, burada zərf əvəzlikdir, burada isə sifət əvəzlikdir. Sən götürəcəksən nə? Yenə də əvəzlik kimi götürmüş olacaqsan. Leksik məna dəyişməlidir, yəni olacaq. Necə? Leksik məna dəyişməlidir, çox başqa bir şey. Ha, təbii ki. Deməli, burada toxunacağım məqam. Elə belə sözlərin ədad və əvəzlik kimi çıxış etmə vəziyyətləri. Birinci, elə belə sözlərindən sonra standart qaydamız belədir ki, deməli, feil və eyni zamanda isim gəldiyi halda, elə belə söz əvəzlik kimi çıxış edəcək. Feil gəldiyi halda zərf əvəzindən əvəzlik, isim gəldiyi halda sifət əvəzindən əvəzlik kimi çıxış etmiş olacaq. Amma, deməli, burada istisna vəziyyəti var. Deməli, məsələn, elə danışma, belə danışma bu vəziyyətində zərf əvəzindən əvəzlikdir. Elə insanlar, deməli, sifət əvəzindən əvəzlikdir. Burada toxunacağım xüsusi məqam ondan ibarətdir ki, elədən sonra isim gəlir, isimdən sonra dairədə iştirak bağlayıcısı gələndə elə sözünü sən iki hissəsi üçün düşünə bilərsən. Elə adamlar da bu barədə danışır.
bu barədə danışır cümləsində sən elə sözü həm əvəzi kimi düşünərsən, həm də ədat kimi düşünərsən. Məhz adamlar da bu barədə danışır. Bu mənada ədat kimi elə adamlar, pis adamlar da bu barədə danışır. Pis mənasında düşünə bilərsən. Yəni həm əvəzi kimi, həm də ədat kimi düşünə bilərsən. Deməli normalda özündən sonra isim gəldiyi halda olur elə sözü əvəzi. Amma özündən sonra dairə iştirak faizə gəldiyi halda ikinci düşünmə vəziyyəti Bir də mümkündür. isimli olardı elə yurda. Hə, o vəziyyətində işlədilə bilər. Sırf indi elə belə sözün niksəsi baxımından hansı niksəsi üçün çıxış etmə vəziyyəti, belə sözü iki niksəsi olur, əvəzi fərdat olur, başqa olma vəziyyəti yoxdur. Sadəcə belə vəziyyətində bel, insanın belinə alınmış yük vəziyyətində belə təhlil edə bilərsən. Məsələn, belə sözü verər, deyər ki, bu sözü sən iki cür düşünə bilərsən. Bir, insanın belin mənasında, bir də əvəzi kimi bil. Elə sözü bir el oba mənasında, qrammatik, elə sözü əvəzi mənasında, ədat mənasında düşünüldü. Bir də eləmək feili mənasında, sən işləri elə, yəni yerinə yetir mənasında elə sözü feil içində düşünülə bilir. Keçdik, elə belə sözün ədat kimi çıxış etmə vəziyyəti, elə və belədən sonra əvəzi, şəxs adı və sifət gəldiyi halda elə belə sözü ədat kimi götürülmüş olur. Məsələn, deyirəm ki, elə Əli bu barədə danışır. Burada deməli elə sözü ədat kimi götürülür. Əslində iki cür düşünə bilərsən. Yəni el obaya Əli bu barədə danışır. Elə deyilmi? Elə Əli bu barədə danışır. Yəni elə obaya bu barədə danışır. Elə də düşünə bilərsən. Sadəcə olaraq ədat, daha doğrusu sözün kökünü elə düşündüyün halda ədat kimi çıxış etmiş olacaq. Elə yəni məhz Əli bu barədə danışmış olur bu mənada. Özündən sonra deməli əvəzi gələndə elə sən lazımsan. Burada da ədat kimi düşünülmüş oldu. Özündən sonra sifət gəlmə vəziyyəti xüsusi məqam varsa ona toxunmuş olacaq. Sabit cümlə daxilində elə və belə sözündən sonra sifət gələrsə, elə belə sözlər ədat götürüləcək sadə cümlə daxilində. Mürəkkəb cümlə daxilində gələrsə, elə belə sözləri əvəzi kimi götürülmüş olacaq. Olacaq əvəzi. Bax məsələn, deyirəm ki, elə isti havadır. İsti havadır. Fikir yeşunlaşdır. Elə sözü burada ədat kimi çıxış etmiş oldu. Niyə? Sadə cümlədir, sifətdən əvvəl gəlir. Amma deyirəm ki, elə isti havadır ki, adamın nəfəsi kəsilir. Bu vəziyyətində artıq iki bağlayıcısı var, cümlə mürəkkəb cümlədir. Və elə sözü burada əvəzi kimi çıxış edir və əvəzi gəlibdir. Dərəcə budaq cümləsini yaratmağa xidmət edir, tərz hərəkət budaq cümləsi. Dərəcə budaq cümləsi də orta məqsəddə tərz hərəkət budaq cümləsi verilir. Yəni, adamın nəfəsi kəsildiyi dərəcədə, miqdarda, əslində miqdar demirsən, miqdar götürməsi düzgün deyil. İsti olmasına vurgulanmış olursan ki, tərz hərəkət budaq cümləsi yaradılmasına xidmət eləmiş olacaq. Bu vacib qaydadır ki, bunu bilmək lazımdır. Keçdik ob əvəzləri. Ob əvəzlərində vericinin qoyulma məsələsi qısaca da əzbər bildiyimiz məqamda qısaca toxunmuş olacaq. Ob əvəzləri işarə əvəzi olaraq verici işarəsindən ümumiyyətlə istifadə oluna bilməz işarə əvəzi olaraq. Yəni işarə əvəzi olanda sifətin suallarına cavab verməlidir. Sifətin necə sualan suallarına birinə cavab verməlidir. Onda vericidən istifadə edə bilmərsən. Ob əvəzləri. Bax, o əvəzliyindən sonra verici qoyulursa, o əvəzi işarə əvəzi deyil, şəxs əvəzidir. Bu əvəzindən sonra verici qoyulsa da, verici qoyulmasa da hər iki vəziyyətində işarə əvəzidir. Bax, məsələn, yazda ki, aşağıdakı variantların birində o işarə əvəzindən sonra vericinin qoyulması düzgündür. O, kəndə gələcək. Gələcək kim? O, hara gələcək kəndə? Burada verici qoyubsan, verici düzgündür. Amma şərtlə bağlı yanlışlıq təşkil edilmiş olacaq. Niyə? Çünki dedik ki, o əvəzi özündən sonra verici tələb edirsə, o işarə əvəzi deyil, o şəxs əvəzidir. Sən bu cavabı götürə bilmərsən. Deməli, ümumiyyətlə şərtdə belə verirsə ki, hansı cümlədə işarə əvəzindən sonra vericinin qoyulması düzgündür, bir məna olaraq cavabı nəyə yönəlməlisən? Bu əvəzə yönəlməlisən. Çünki ondan sonra verici qoyursa, o işarə əvəzi deyil, o şəxs əvəzidir. Testdə elə suallar var. Deməli, vericinin qoyulma qaydasından gəldikdə isə bilirsiniz ki, o bu əvəzlərindən sonra hansı hissələr gələndə? Yəni isim, sifət, say, zərf, feil sifət, sonra modal söz, nidaların bəziləri, ədatların bəziləri gəldiyi halda verici işarəsindən istifadə edə bilərsən. Bunlarda bəzi məqamlar var ki, onları toxunacaq. Baxın, məsələn, deməli, isim, sifət, say, zərf, feil sifət gəldi, verici qoyulama, feili bağlama məsələ gəldi, verici qoyulmur. Yəni, feilin təsvirlənməyən formalarına feil sifət gələndə verici qoyulacaq. Feilin təsvirlənən formaları və təsvirlənməyən formaların içərisində feili bağlama məsələ gəldiyi halda verici qoyulmayacaq. Gəl onu yazaq. Bundan sonra təsvirlənən feillər, təsvirlənən və təsvirlənməyənlərdən də feili bağlamana məsələ gəldiyi halda verici işarəsindən istifadə etməyəcəksən. Bax, məsələn, deyirəm ki, o indi gəldi cümləsində indi zaman zərfini verici işarəsindən istifadə edəcəksən. Nə bilim, yəni əlidən nümunə yaza bilər. O, gözəl insanları sevir, kim sevir o, ondan sonra verici işarəsindən istifadə edəcəksən. Bu gözəl insanları sevir, kim bu? Deməli, burada toxunacağım xüsusi məqam olacaq sözündə ədatlarla bağlı məqamdır. O bizə gələndə?
Hə, indi ona toxunacam. Deməli, ədəd modal sözlər nidalarla bağlı toxunacağım vəziyyət. Qoyun düzünü buraya yazım. O bizə gələndə. Bu qalsın. Keçin növbəti. Modal sözlər gələndə birisi ki, vergül şahisindən istifadə olunacaq. Bu əlbəttə gələcək vergül şahisindən istifadə edəcəksən. Amma bilirsən ki, modal sözün içərisində bənzətmə müqayisə bildirən modal sözdür ki, onda vergül şahisindən istifadə olunmayacaq. O sanki ağılıdır, elə bil ki ağılıdır, güya ki ağılıdır. Bu tip nümunələrdə də vergüldən istifadə edəməyəcəksən. Özündən sonra nida gəlmə vəziyyətlərində vergül şahisindən istifadə oluna bilər. Bu da nidanın qaydasıdır. O, məsələn, ağıllıdır. Nida cümlənin ortasında gəldi, hər tərəfin axı vergül boyu şahisi qoyulmuş olur. Deməli, vergüldən istifadə olunmasında bir problem yoxdur. Ədəd məsələsində təsdiq bildirən ədədlərin içərisində təsdiq və inkar bildirən ədədlər. Bu demək deyil ki, hamısına aiddir. Sadəcə təsdiq və inkar bildirən hə, yox, bəli və xeyr ədədlərində vergül şahisindən istifadə olunur. Məsələn, bax, heç də inkar bildirən əvəzidir. O, heç də ağıllı deyil. Sən burada heç də vergüldən istifadə edə bilmərsən. İnkar ədəd olmasına baxmayaraq. O, xeyr, ağıllı deyil. Amma burada vergüldən istifadə edəcəksən. Yəni, təsdiq və inkar bildirən ədədlərin içərisində bu 4 dənə ədəd gəldiyi halda vergüldən istifadə olunma vəziyyəti ola bilər. Keçək indi həssas məsələlər, tərkib içərisində olub-olmama məsələləri vəziyyətində. Buyur. Nidalarda ümumiyyətlə bəzi məqamlar var. Necə? Nidada bəzi məqamlar var. Hansı məqamlar? Vergül boyu qoyulma deyəcək modal sözlər. Hə, nidalarda məsələn deyirəm, götürək ki, böyük hərflə zadan başlanan vəziyyətində onda nida işarəsi qoyarsan, hər tərəfindən vergül olmaz. Yəni, cümlənin ortasına gələrsə, ondan sonra gələrsə, əvvəlində vergül var, ondan sonra vergül var. Sadəcə özündən sonra vergül olmama vəziyyəti ola bilər. Yəni, onun üstə özündən əvvəl vergül tələb edəcək. Tərkiblər məsələsinə gələndə, deməli, o bizə gələndə, o kəndə gələndə, hər iki vəziyyətində feili bağlama tərkibdir. Normalda feili bağlama olduğu halda vergül şahisindən istifadə olunmur, feili bağlamanın özündə. Yəni, qayda budur ki, istifadə olunmur. Amma onun əvvəlində gələn sözə baxmaq lazımdır. Yəni, tərkib vəziyyətində əvvəldə gələn sözə baxırsan. Əvvəldə gələn söz, o qayda ki var idi, özündən sonra bir sifət say. O qaydaya tabidirsə, vergül qoyacaqsan, tabi deyilsə, vergül qoymayacaqsan. Gələndən əvvəl gələn nədir? Kənddir. Deməli, vergül qoyacaqsan. İsim gəldiyi halda vergül qoyursan. Bizdəndir əvəzdir. Deməli, vergül istifadə etməyəcəksən. Yəni, qayda ümumi standart qaydası belə olur ki, əvvəlki qaydalar əsaslanmış olur da. Yəni, özündən tərkibin birinci tərəfindəki sözə baxmaq lazımdır. Bax, məsələn, deyirəm ki, o mənim dostumdur vəziyyətində, mənim dostumdur. Burada deməli, mənim dostum üçüncü nöqtənin söz birləşməsidir. Və üçüncü nöqtənin söz birləşməsi birinci tərəfinə nə ifadə olur? Əvvəlcəsindən deməli, vergül şahisindən istifadə edəməyəcəksən. Əlinin dostudur deyəsə olsan, o əlinin dostudur. Əli sözü nədir? İsimdir. Deməli, vergül şahisindən istifadə edəcəksən. Yəni, istər ismi birləşmələrdə, istər feili birləşmələrdə qayda budur ki, onların əvvəlində gələn sözə baxmaq lazımdır. Həmin sözə vergül qoyulursa qoyacaqsan, qoyulursa qoymayacaqsan. Keçdik. Frazemlər vəziyyətində normalda frazeoloji birləşmələr məsdər feili bağlama şəklisi qəbul edilirlər. Frazemlərdə məsdər feili bağlama şəklisi qəbul edib və təsriflənən feil şəklində işlədilibsə, vergüldən istifadə edəməyəcəksən. Bax, məsələn, deyirəm ki, o cin atına minəndə gəldim. Cin atına minəndə gəldim. Minəndə də gəldim. Feili bağlamadır mı? Yəni, frazeoloji birləşmə feili bağlama şəklisi qəbul edib. Vergül şahisindən istifadə etməyəcəksən. O cin atına minənləri sevmir. Feil sifət gələtmir, vergül şahisindən istifadə edəcəksən. Yəni, standart qaydadır, hamısında bir dənə ümumi qaydadan tətbiq edilmiş olur. Məsələn, əvvəlsi feildə özünün sonra mürəkkəb feildir, etmək olmaqdan. Etmək olmaqdan demiş birinci tərəfində adını bilən sözlərdən mürəkkəbin yaratmasıdır. Onda vergül. Hə, istifadə edəməyəcəksən. O həll etdi, o adam oldu. Fərqi yoxdur, mürəkkəb feildir, özündən sonra təsriflənən feil. Baxmayacaqsın, yəni özündən sonra təsriflənən feil gəlir, vergül şahisindən istifadə edəməyəcəksən. O həll edəndir olası olsa, məsələn, deyək ki, o mürəkkəb feillər o əvəzindən sonra keçədilərsə, vergül şahisindən istifadə olunmaz səhvdir. Yəni, təsriflənən feil isə vergül olmayacaq. Təsriflənməyən feilin içərisində feil sifətdən istifadə olunubsa, yəni feil sifət şəklisi qəbul edilsə, deməli vergüldən istifadə edəcəksən. Yəni, standart bir qayda bir şey üzərində köklənir. Sonra təyin əvəzindən hansı? Necə? Hə, indi əlavə yaxşı yadımız sağlar. Hansı vəziyyətdə özündən sonra əvəzi gəlsə də vergül şahisindən istifadə oluna bilər? Bir vəziyyətdə həmis vəziyyətidir, ikinci vəziyyətdə əlavə vəziyyətidir ki, özündən sonra əvəzi gəlsə də vergüldən istifadə olunacaq. O, mənim dostum. Yəni, burada əlavə kimi çıxış edib, əvəzi gəlməsinə baxmayaraq hər iki tərəfindən vergüldən istifadə edəcəksən. O, biz, siz, onlar, əvəzi gəlməsinə baxmayaraq həmcüzv yaratdığına görə vergül şahisindən istifadə edəcəksən. Deməli, təyin əvəzindən hansıdır? Öz, hər, bütün, filan eyni. Deməli, bir mənim yoldaşım var, sıra var, onunla danışıram. Deyirsən, dərsində çalışmayan tərəflərdən biri, video izləyən deyil, baxıram arada. Cümləni düzgün şəkildə yazmırsan, yarımsız yazırsan, deyil, o da izləyən adamın xoşuna gələn bir şey deyil də, amil deyil. O saat təsir eləmiş olur. Yenə də düzəldə bilmirəm. Öz, hər, bütün,
filan eyni. Deməli, bütün sözündən bağlı deyim ki, bütün sözü bütöv mənasında sifət kimdə çıxış edə bilər. Məsələn, deyirəm ki, bütünü mənə lazımdır. Almaların bütünü. Burada bütün sözü əvəzi kimi yox, sifət kimi çıxış edir. Buna diqqət etmək lazımdır. Elmi testlər elmlərdən istifadə olunur. Bəs hissə mənasında olur. Məsələn, almanın bütünü məndədir. Fərqi yoxdur, yenə də sifətdir. Mən onu hissi kimi. Yox, sifətdir. Yəni bütün sözü iki hissəsi olur, əvəzi və sifət. Öz əvəzi, özündən sonra mənsub şəkilsi söz tərəb edir. Məsələn, öz kitabım evdədir. Kitabım evdədir cümləsində. Evdədir nə? Öz kitabım. Sintaktiklə parçalanmışdan bir yerdə təyin olunmuş olur. Hər əvəziyə, təyin əvəzi olub-olmama vəziyyətinə toxunacaq. Hər sözündən sonra şey, kəs, nə və kim. Bu 4 dənə söz gələrsə, bu qeyri-müəyyən əvəzi olur, təyin əvəzi olur. Hər kəs, hər şey, hər kim, hər nə qeyri-müəyyən əvəzidir. Hər sözündən sonra zaman bildirən sözlər gələrsə, hər an, hər dəqiqə, hər saat, burada zaman zərfidir. Yəni sən burada, məsələn, hər an evə gedəcəm, gedə bilərəm, hara, evə, nə zaman, hər an. Hər an zaman zərfidir. Burada əvəzi işlədilib, işlədilməyib. Bəs əvəzin köməyi ilə yaranan söz işlədilibmi? İşlədilib. Bax, əvəzi işlədilməyib, miqin qəbul sualı olub. Əvəzin köməyi ilə yaranan söz işlədilib. Hər an zaman zərfi, an ismi və pürüz hər əvəziyin birləşməsinə yaranan mürəkkəb zaman zərfidir. Yəni, miqin qəbulda elə istifadə olunmuş suallar. Sonra, deməli, burada nə qalır əvəzlərdən? Necə? Ha, sınavda da var. Bir də hərə sözünə baxacaqsınız. Hərə sözü düzəltmək qeyri-müəyyən əvəzlikdir. Yəni, A şəkilsi, H şəkilsi deyil. Hər əvəzi H şəkilsi qəbul edə bilmir. Hələ biri kimsə. Sonra biri sözü düzəltmədir, bir sayından yaranmış qeyri-müəyyən əvəzlikdir, düzəltmədir. Kimsə sözü düzəltmədir, kim sual əvəzindən kimsə yaranmış olur. Buna baxmaq lazımdır. Sonra bir yoxlamaq lazımdır. Yəni əzbər bilmirəm Turanatçısı. Bax, məsələn deyirəm, götür ki, elə belə sözünü yoxlayaq, elə belə sözü H şəkilsi elə də belə də deyə bilmərsən. Həmin əvəzinə yoxla deyə bilmərsən, bütün əvəzinə yoxla deyə bilmərsən. Eyni də, birbaşa olaraq eyni də H şəkilsi qəbul etmir. Yəni bir yoxlamaq lazımdır. Ümumiyyətlə, hallamanı deyəndə daha yerli H şəkilsi artımına yoxlamaq daha alternativ qaydadır. Əzbərdən amma bilmirəm hansılar ki, hallanır, onu əzbərə bilmirəm. Başqa nə qaldı burada? Şəxsi vəzifələrlə bağlı. Şəxsi vəzifələrində də bilirsiniz ki, bizim və sizin sözləri təyin vəzifəsində çıxış edir. Bizim və sizin sözləri təyin kimi çıxış edir. Burada hansı vəziyyətində oldu? Məsələn, sizin kənd gözəldir. Özündən sonra gələn söz mənsubiyyət şəkilsi qəbul etməyibsə, sintaklərdə parçalayacaqsan. Mənsubiyyət qəbul edirsə, sintaklərdə parçalamayacaqsan. Amma bunda istisna vəziyyəti var da, mənsubiyyət qəbul etməməsinə baxmayaraq parçalanmama vəziyyəti var. Bizim vaxtlarda belə olmurdu. Özündən sonra zaman anlayışı bildirən söz gəldiyi halda, mənsubiyyət olmasa belə sintaklərdə bir yerdə götürəcəksən. Normalda mənsubiyyət olmadığı halda bizim sözün təyin götürməlisən, amma burada sintaklərdə parçalamayacaqsan. Bizim dövrlərdə, bizim vaxtlarda, bizim tərəflərdə, necə? Bir də tərəf sözü gəlir bizim tərəflərdə bu vəziyyətlərdə. Bir də, deməli, hər tərəf, əvəzi deyil, hər tərəf gözəldir. Gözəldir, hara, hər tərəf. Tanınıla bilməyən birincinin təyin sözü birləşməsi. Bu əvəzi deyil. Sonra deməli, qeyri-müəyyən əvəzlərdə kimsə sözünə toxunacaq. Kimsə sözü. Kimsə sözündə vurğu bir elə düşə bilər, iki elə düşə bilər. Hər şey vəziyyətində əvəzidir. Əvvəl vurğu sona düşəndə isim götürürdülər, amma təzə qaydasına əvəzi götürürlər. Dimdə verirlər, təqdiqədə verirlər o vaxtda. Vurğu sona düşəndə isim götürürdülər. Amma fərqi yoxdur. Kimsə gəlmədi. Vurğu bir elə düşərsə heç kim mənasındadır. Heç kim mənasındadır. Kimsə gəldi, vurğu sonra düşərsə, hər hansısa bir insan mənası ifadə edilmiş olacaq. Mən elə gəlir ki, lazım olan detallara toxundum. Bir də sual əvəzlərinin içərisində hansı sual əvəzi mənsubiyyət şəkilsi qəbul etmədə söz birləşməsinin tərəfşini çıxış edə bilər. Məsələn, deyirəm ki, uşaqların hansı gəldi? Görürsün, mənsubiyyət şəkilsi yoxdur, elə sözün çünki hansıdır da, amma söz birləşməsinin tərəfşini çıxış edə bilər. Bu da müəllif sualların içərisində verilir. Başqa, mən elə gəlir ki, əvəziyyətə toxunulacaq bir şey qalmadı. Göndərək.